günah da. Hamısını sən eləmirsən də. Ümumiyyətlə sənə bir şey deyim. Mənim bu evimin düzənliyi, mənim bu uşaqlarımın tərbiyəsini hamısını pozan sənsən. Sən koruyursan bizim ailəmizi. Nətər yəni neynirəm? Mən neynirəm? Deyir neynirəm, məni nətər otdadır Telefonları kim alıb uşaqlara? Niyə aldın? Niyə aldın da? Bu telefonu bu uşağa niyə aldın? Deyir, uşaqda qoy telefon olsun da, məktəbdə hamının telefonu var, bağlı. Bunlar heç kimlər əski olmadı. Bunları, hə. Puh! Mihranın uşaqları məktəbdə seçiləcək. Bu ay böyük adamın uşaqlarıymış bunlar. Uşaqların rəqqablarına bax, ağzı açıq, bomboz. Əlində amma 3000'lik telefon. Niyə? Var idi, dana krovkalı telefonu var idi. Gedirdi, çatırdı məktəbə. Ana, çatdım. Çıxdım, ana, gəlirəm. Xəbər tuturdum da. Mən lazım idi bu internetli telefon. Niyə alırdın? Niyə mənim uşaqlarımın tərbiyəsini koruyursan? Hə? Niyə alırdın da? Göydi, sən belə imkanlı kişinin oğlusan. Az! Sizin o sinifdə pırpızbaşın adı nədir? Ayten Pırpızbaş. Hə. O Ayten Pırpızbaş var ha. Hələ də fanarlı telefon işlədir. Göyəndə onun dədəsinin pulu yoxdur. Elə də qəşək pulu var ki, bax, statuslarını izləyirəm də. Yay olur ha, o kişi ailəsini götürür, gedir İtaliya, Şri Lanka, Danimarka, Aralıq dənizində 10 günlük dəniz kruiz gəmi tuturlar, bütün Avropanı gəzirlər. Day səni kimi? Qaxda günü 30 manata ev tutub cəmaatın fındığı yemir. Telefonu bırak. Siz telefon görmediniz. Siz telefon işlete bilmediniz. Sarı telefon iqaralarda hamısı bozulsun ve sana. Hayata kurban oğlum. Ne ola altı pazar oynayarıq. Ne ola kurban oğlum. Altı mazar tutarıq.